Alo. Ha, qoca zürafə. Sən xeyir ola mənə Siryozumun iş yerin qabağında dayanmısan, hə? Bu neydi o yer la seninle? Şunura deyip, izah et burada var aralarına da la. Ala bir git elektrike bir göster de özü da la. Cicdə mənə sən didənəməsən bu dəqiqə la, elektrik, yox bir. Ala yer deyirəm ki içinde şunur yanıb, bu neydi yer seninle? Şunu, ala geri gel ala mən mucik tuxusu vırmışam ala. Bahalı diye bu, sən neydi ör ha, çok bahalıdır. Ay sen rıkıttaka. Davay ala. Reyhan'la görüş kabağı evcilimiz attığı tutanlar. Da tut onu. Ya bu tüç verelim ha. Tüç. Ala tüç yüreğiyle o korkma. Ha böyle ha. Ha böyle. Sen de böyle. Ala gel direkt ala, ala gel bu da səndir. Xəstə dala bala. İkiniz de buradasınız. İtalyan levretkası. He, hardan bildin? Japonya'da her şevden birinde bu itten var. Mənə bax, sənənsə evdən gəlmisən. Ne zarafat kimi yaxşı zarafat idi. Ne de ki söz sokmak kimi uğurlu. Ala gel ala. Siryazım, buna bax. Sənə doğğa bulamışam. Şirin, çok sağ ol, çok düşüncelisən. Siryazım, hələ buna bax. Yarpaq dolunması, özüm bükmüşəm. Ala bunlar niye dağılır? Tüke bilmemse öp bunları. Cicdə mənə dolmağı öpürlər be ya. Eşitməmsən ki, tüke bilmədiyin dolmağı öpməlisən. Gel ala. Bayağı necə dedin? Nə zarafat kimi yaxşı zarafatdır, nə də söz soxmaq kimi uğurludur. Şirin, sen çok düşüncelisən, çok sağ ol. Abi belə olmur belə olur. Ala bu nədir ala, mən nə edirəm, bunu yaxşısını eləyim. Kemal, sen de çok romantiksən. Ama üzürlü hesab elə, mənim abidə vaxtım yoxdur. Bu Lilidir, rəfiqəmin itidir. Onu qrumin qaparmalıyam. Mənə taşlarım hamısı quru mikdişdir də. Mənlidir. Ala ged oynaq tərəfdə, ala özüm aparacağım. Ala sən quru mik bilirsən nədir? Nə bilmirəm ala, mən baxdıykən sən nə qədər it boğuşturmuşam. Şirin, delisən sən. Boğuşturmaq nədir? Grooming itlərin təmizliyinə, baxımına deyirlər. Təmizlik sonda, bana da təmizlik lazımdır da. Ay Şirin, bəsdir də. Onda Kemal, sən Lilini apar groominga. Mən də onu aeroporta aparacağım. Rəfiqəmin yanına göndərəcəm Amerikaya. Heç narahat olma, mənlidir. Haydi li 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 li. Çox sağ ol. Sağ ol. Allah deyəni bu Reyhan gözünə girilmək üçün nələr eləyir. Deyəni hemen divizdə olmalı, tapmalıyam. Nəsəm? Ala az vaxtımda bu neydi ala? Atan çörək yoxdur, bir dənə çörək gətir. Baş sponsor Soundride. Xüsusi sponsorlar New Holland traktorları, Plus Over, Patron tumları. Yaxşı olasın, narahat olma. Şala, kim soruşsa məni, düyün Şirin depressiyadadır. Depressiya həyatı yaşayır, bəli. Nə söz-söhbətlər olsa heç kim mənə çıxmasın. Heç bir söz-söhbətə gedən deyil. Qoca nə var sana? Hələ bankaya da atıram da deyən görürüm. Bu başun emiş, sən də başun forması bu rayondan yemiş gətirən 04'lər olur ha. Toz oxşir belə uzun soğuk. Ala deyənin dala saxla da banka söhbətini dala da. Məndə seryoz problemlərim var. O Kemal var ha. Onu Reyhan yanında pazar eləməliyəm, biyabır eləməliyəm. Mən məsləhət ver. Qılman hoca, sən hamımızdan böyüksən də. Ala bir dənə məsləhət ver də. Ala sən özün sevməmsən be ya.
Mən o vaxtı sevmişəm, Mehbar adında bir də qadın idi. Dəhşət sevirdim o. Sonra bir də oğlan peyda oldu. Elə bil ki, qızıl, maşın, ev, eşik aləm dəydi bir-birinə. Qıza sən var dövlətə satdı eləmi? O qız satmadı ki. Oğlan o mənə təklif elədi ki, mən aradan çıxım da. Sən yadıma gəlir də, Radə. Xosi, Radən öpdürəm sən mən bilmə. Elə ki, vırışdım da oğlanla. Qaqa, mən də birini sevirdim. Amma o məni sevmirdi qaqa. Amma bir başqası var idi, o məni sevirdi. O məni sevməyən var o başqasını sevirdi qaqa. O başqası da mən sevmədiyimi sevirdi. Necə başa düşdünüz? Hala mahnı oxuyur. Məhv oldu ümidlərim, arzularım, məhəbbətim, məhv oldu. Dal nə idi onun? Allah'ın yadıma düşdü. Mən səni, sən özgəni, özgədə başqasını sevir. Mən səni, sən özgəni, özgədə başqa... Deyən hə? Xosu, deyirəm sizin də bu sevgi xəttiniz Pakistana çəkilən işıq toklarına oxşayır. Nə haracalanır bilinmir, bütün qatma qarışıqdır. Mən bu kinosuna baxmışam. Sən orada tuz elə bir... Nə yaxşı hamınız buradasınız. İbiş. Ala bu patron yağını qoy şkafa. Axşam eksklüziv qonaqlarımız gələcək. Onlar ancaq bu yağdan bişən yeməkləri yeyirlər. Şirin, nə olub burada? İclasdır? Yox, mama dili xorçuluqdur. Bu Kemal yoxdur. Hə. Mən nə eləmirəm Reyhana? Bu məndən də yaxşı şeylər edir, başa düşdün, hə? Reyhan da ona ucu güvənir. Görünərdi ki, Reyhan iti mənə yox, ona verdi. Sən niyə rahat oturmursan? Sən də boynundan tut, bas maşına qaçır da. Ay mama, qurban olaram sən. Qız qaçmaq vaxtıdır. Hansı dövrdə yaşayırıq? Reyhanı demirəm, iti deyirəm, iti qaçır. İti itirdiyinə görə Reyhanın gözündən Kamal düşəcək. Ona görə də sən iti özüdə biraz saxla, sonra apar ver Reyhana. Reyhanın gözünə gir də. Düz deyirəm ama ya. Faxi, Xosi, durun getdik. Bir də gidən hara getsən? Gedirəm də. Sən de bax, banka aparatsan sən 3 manat, burada vuracam sən 2 manat. Ənəm qatılsa da Allah mən buradan maqana geçsin. Çıxandan bilməm. Uzan yürüyə. Ara yaxşı da, yerdə sonra, gəl. Gəl. Diyan götürüm, diyan bankaları götürüm. Bir de 3 kiloluk koyayım, bir küreğimin ortasına. Diyan, içində qatıq var, qatığı boşaldım, gəlirəm. İndi isə Rusiyanın Sverdlovski vilayətindən atasını axtarmaq üçün gələn qız studiyamıza buyurur. Oktay, eşidirsən ha? Sverdlovsk, sən də orada olmusan, bəlkə sənin qızındır, hə? Yox, var. Mən o qədər Sverdlovski'də olan adam tanıyıram. Orada mənim qızım oldu, yox. Biz qızın atasını tapmışıq, birazdan əlaqə saxlayacaq. Qızın atası Bakının məşhur biznesmenlərindən biridir. Sən də biznesmensən, 100% sənin qızındır. Amir var, mən o qədər Bakıda yaşayıb biznesmen olan adamlar tanıyıram ki. Götürə elə Vidadini. 30-dan çox maşını var, hamısını da verib Santrayda. Şunu ilə pul qazanır. Qızın atası evlidir, 50 yaşı var. Sən də evlisən də, yaşın da 50. 100% sənlik. Mən Bakıda yaşayan 50 yaşı olan evli biznesmen o qədər adam tanıyıram ki. Elə götürə elə biri Vidadi. Qızın atası Bakıda məşhur klinikalardan birinin sahibidir. Klinikası var, Zarafat dediklərinin hamısı sənin üstünə oturur, ha, Oktay. Mən Bakıda yaşayan evli 50 yaşında biznesmen olub klinika sahibi olan o qədər adam tanıyıram. Götürə elə biri Vidadi. Qızın atasının adı Oktay. Oktay? Adı da Oktay'dı. Olsun da Amir bari. Hemen Bakı şehrinde adı Oktay olan 50 yaşlı evli biznesmen. Bize ne kadar elə Oktay tanıyıram. Elə biri bizim Vidadi. Vidadi'nin adı Oktay'dı. Sen adın Oktay'dı. Kızın da atasının adı Oktay'dı. Ya. Qızın atasının adı Oktay Mustafayev. Yaxşı qurtardın Oktay. Get aç da. Ben yemiyorum sen gidersin. Salam. Salam. Mən Su Filtri şirkətindən gəlmişəm. Sizə hazırda kampaniyada olan filtrləri təqdim etmək istəyirəm. Ay nə gözəl. Elə bizə də su filtrlər lazımdır. Çox gözəl xanım. Hazırda bu filtrlərimiz xüsusi kampaniyadadır. Amir bari bize su filtri zat lazımdır. Oktay, bu kız bana hardansa tanış gəlir. Samir, axır ki tapdım səni. Hər kimdirsə yaxşı ki adımı Samir demişəm. Samir, bu qız kimdir? Səni hardan tanıyır? Bilmirəm Yegiş. Yegiş kimdir? Samir kimdir? Bəs Yegiş kimdir? Ala sigaret.
Dana deyil, ala tükan. Dana deyil, dana deyil. Geçək, gəl bura, gəl bura, gəl bura. Sənin üçün nəsə götürüm? Göy qalın, nazik qalın, qalın. Oktay, bir görüm tezi o kız sen hardan tanıyır? O məni tanımır. Görmürsən, Samir deyir, o məni kiməsə oxşadır, ay mübarı. Nə oxşatmaq? Samir səndə tikinti şirkəti, klinikası olan indiyə təxmini 50 yaşın zadın olar. Ha, ne deyirsən? Sen hakkında her şey bilir. Bütün əlamətlərimi düppədüz dedi. Bir var. Bayaqlar səninlə Lalə Əzərtaşın verilişinə baxanda o oğlan deyirdi ya, hamısı bütün əlamətləri bu bəndənizin üzərinə yapışdı. Axırda nə oldu? Tamam ayrı bir oğlan çıxdı. Ay xanım, çox xahiş edirəm, sizdən 5 dənə filtr alma ehtimalı olan bəndənə özünüzdən küsülü salmayın. Çox üzr istəyirəm. Mən səhv salmışam. Siz Samir deyilsiniz. Mənə də filtr lazımdır. Gedə bilərsiz. Hə? Səhv salmamışam. Samirsiz. Bir var, bir dəqiqə deyən, sən nə istəyirsən? Sən istəyirsən ki, mən geyim krantdan ağzım belə dayım, su içim, zəhərlənib, ölüm. Hər, Elə şey yoxdur. Mən filtr alacağım. al, özün bilərsən nə inirsən. Çox üzr istəyirəm, belə qəribə bir şirin gəlirsin mən, amma yadıma salamıram, tam da biz hardan tanışıydıq? Gül yayanda yadına gəlir 10 il əvvəl məni restoranda gördün, bəyəndin. Elə bir stoluma meyvə şampan da göndərdin. Elə həmən gündə yoxa çıxdın. Ay Oktay, cahilliğimdən soruşuram ha. Sən bu cür qızı nə tər əldən bırakmışsan? Oydu bir keçmiş səhvdir, oldu, keçdi. Amma narahat olmayın, biz keçmişin səhvlərini düzəldə bilərik. Xahiş edirəm, nömrəni yazın bura, biz sizinlə görüşək, amma indi aradan çıxın. Bəs filtr almırsan? Ay filtr, balaca belə şirinlikləndirmək üçün, balığı tora salmaq üçün olan bir vasitə idi. Xırda bir şeydi o. Bir var ki, qırmağa belə qarğıdalı salıb atırsan, kilkə tutursan. Bir də var ki, toyuğun budunu atıb, krokodil tutursan. Samir, mən bilmirəm. Yerindəcə 5 dənə filtri al, verim nömrəmi. Başında dönmüş. Yaxşı, ver yazım, ver. Yazın, Filtr alacaq sana. yaz. Sağ ol atam, sağ ol. Sağ ol, sağ ol. Sağ ol, sağ ol. Çox sağ ol. Çox sağ ol hər şeyə. Şirin qardaş, deyirəm halal olsun bu Soundride'ın sürücüsünə də. Başqa taksilər itlə bizi götürmədilər. Amma bu sürücü heyvansevər çıxdı da. Ala, bu Soundride elə belə taksi parkı deyil. Ola. Bir şey ki, sürücüyə ayda 1000 manat maaş verir. Full maşın verir. Bonus verir 300 manat. Üstəlik də bütün xərcləri şirkət öz boynuna götürür. Bura bax, verin o sigəzirin biraz qızdan zaxtan tutsunlar. Qaqam deyən gördüyüm şeyini eləsin, baxın. Giz danışma ha. Mən elə belə qaçmamışıq. Bu Yapon xoruzunu azığı vermək üçün eləmişim bunu. İtirərsən bunu, lazım deyil. Şirin qaqa, bu it az olar. Buna yemək vermək lazım. Allah doğrudan bir dənə bunu saxlayacağım, yemək alım gəlim. Ver də. Qaqa, sən qanayı da yemək al ki, mən də gəbirim. Azından öyrənməyim. Çüşlərə var, it yemək alıram. O yeməkdən almıyor, ondan kardon dadı gəlir. Sən hardan bilsən? Uşaq olarsan, biz bu yerləri elə belə satmamışıq, əziyyətimiz olur. Bu çüşlərə, ara sən hansı səviyyəyə gəlib satmışsan la? Sən başa özünü hiss edirsən? Nə olur mən? Kaçdan elə bu? Faxı, bundan müqayət ol, mən gedim gəlim. İtdən? Ala yox xoşudan ha. İt öz başını fırlatacaq, narahat olma. Gələ, gəlim də yemək alım gəlim. Yazıq ölür acından. Ver. Gəzrək. Qaqa, ver onu bura. Ver, sən danış, şirin gəlmə, şirin. Qaqan görətə divgən edin. Görətə bir dənə qız tuturam, ver bunu. Yaxşı da tanış. Ver, qaqan görətə divgən edin, qızlar tuturam. Hə, buna bax. Ay git. Nə də? Kim deyə səninlə tanış olan? O məhəlləyə gəlir, dəmir allam deyənlər var ha. Onların 04-ünə oxşuyursan. Yaxşı, normal danış, hə. Özümlə. Qarşı, içi suda.
Buna bax. Ay da какой sladkий. Seviyorlar. Sevmək olar, amma qorxuram ki, bağlanasınız. Bağlanmaq olmaz xanım. İstəyirsiniz, görsən kanka, görsən. Siz xanım nömrənizi verin, tipi yerdə gəlsirək. Sən özünü heç görmüsən? Başın stroy material qabağında dayanan üstündə bagaj olan 04-ə oxşur, hə? Xosu gördün? Tək mən səni oxşatmıram. Oxşat. Yaxşı, hə? Nə şimdi bu? Adı nədir ki? Qoxusu, ortalıqda qoxusu. Oy Allah, qozu necəriyincə, oy Allah, Əzizdə deyəcək, elə biləm ki, mən əzizdir. Qozun sortu nədir ki? Kıç. Xanım, xosun sortu xarabdır. İtin sortunu bilmirəm. Mən də, ağımlı ola, hə? Uyuyacaq səni yerəm, uy. Qozu kütləşdirmişsiniz, yoxsa qısırlaşdırmışsınız? Bu suala mən cavab verə bilmərəm. Xosu özün cavab ver. Nəsən ya, xanım, kütləşdirmiş. Nə deyir, mən bir say. Yox, mən başa düşmürəm, bu nə deyir, qanqa? Yerə qoysam qaçmaz. Yox, hara qaçır, xanım. Bu o qədər mənə yaxındır ki, o qədər məni çox istəyir. Biz hər yer bir yerə gedirik, bax, çay içməyə, yemək yeməyə, gəzməyə. Elə ki, ana bana da, elə ki, mən, ana o bana. Elə ki, volk, zayis, volk. İnanmırsınız, xanım, inanmırsınız. Baxın, baxın. Bax, istəyirsiniz, bax, bir də gəl, açsın, bax. Günə gedəcək bu, xanım, baxın, baxın. Biz o qədər yaxındır ki. Qaçdı. Ay, bəstirdin, qaçmayacaq. Qaçdı ki bu. Allah qaçdı ki bu. Allah, mən nə edəcəm, Allah? Mən Reyhana nə deyəcəm? Kül olsun mənə bax. Mənə bax, qardaşımsan, bir də aç qardaşımsan, nə görüntünü, tap o görüntünü, tarixinə bax, bir dənə gör o iti kimi götürüb, kim aparım, hara gedib, hansı istiqaməti yeyib o iti. Boğazım da qurur. Bir dənə şey, patron ver məndən çitdiyimdə onunla qardaşımsan. Var? Ay, sağ olay, əla. Mənə bax, yaz dəftərə. Tapılmadı, yoxdur. Bir də. Taxıldı. Deyir, gəl, yürü. Dünlər Reyhan'da. Mən nə deyəcəm Reyhan'a? Gəl, sən danış. Gəl, sən danışmırsan, səsindən tanımayacaq. Alo, necəsən Reyhan? Reyhan, sən mənə sual verim. Sənin şəhərdə nə işin var? Rayonda qalas adamsan, sən rayonluq adamsan, başıva dönərəmsən. Nə olub ki, Kamal? Bilirsən niyə? Çünki sənin səsin rayonun təbiətinin səsidir. O ağacların xışıltısı, yarpaqlar, quşlar, pişiklərin səsi, o xışıltı, dəniz, göl. Bax, odur, odur. Bəs də Kamal, həmişə gözlənilməz komplimentlər eləyirsən mənə. Liliyə görə zəng eləmişdim. Groominga verə bildin? Verdim Lilini groominga, salam duası var Lilinin. Mən Lilinin bığı var idi. Yox, şeydir, hazır olacaq 2 saatdan sonra götürəcəm, narahat olma, arxayan ola bilərsən. Bilirsən də bugün aeroporta çatmalıdır. Biləm. Götürəcəm, çatdıracam aeroporta, narahat olma. Şo, danışdıq. Oldu. Tapdım. Marketdə anasının ondan evdə var sözünə görə, evdə zır şokolada görə ağlayan uşaq kimi sən ağladacam deyən. Sənin başını oynatacam şirin deyə. Mən də Lili, o Lili, sen söyle, Lili, anam. Ay tamam, ben lazım idi gaga. Şarik. Lili. Ala, ay git. Özümü qızlara göstərmək üçün 2 dəfə tutdun, buraxdın. Neyini ya, ipte getdi. Ben lazım idi ya. Ona başlayalım ki, ana bala, volksayt. Nə deyəcəksən şimdi? Nə deyəcəksən? Ne diyeyim gaga, ben ne diyeyim gaga. Gaga ben kesin. Aldım ala. Nə var? İtan ala. Şirin qaqaş, bu xosu özünü qıza göstərmək üçün it açdı, buraxdı, o da qaçdı. Ha gaga, askırdı itip getdi. Ala, sən gitsən xosu. Özümü qızlara göstərmək vaxtıdır. Ala, nə elədiz ala? Mənə bax, sən onu oğramamışdın ki Kemaldan. Reyhanın yanında pis olsun. İt də qaçdı getdi də, indi pis olacaq da. Ala, yox, mən iti Kemaldan götürdüm ki, yapan benim Reyhan'a, Reyhan gözlə gireyim. Ala, gələ iti tapaq, bilmirəm. İçeriden tanıyor Kemal'ı. Nə bilim, Giz açmayacaq. Hadi ağzından önemli, ver onu yiyeyim bana. Gələ iyi. Mən gəlib deyir ki, mənim bağım var, bağçam var, sarayım var, sənin nəyim var? Deyirəm, mənim bağım, bağçam, sarayım yoxdur, zaten Qalatasarayım var. Dedim, onunla da düz getdi. O da qaydıram ki, o hansı bağdır ki, bağrı yoxdur? Fikirləşməyək, Fənərbağça, bağrı yoxdur.
Selamünaleyküm bacı, ne dersiniz? Üzür istəyirəm. Bu 72 sabundur quzağınızdakı. Nə sabun görmürsüz itdi? İtdi bu. Mən də onu tapmışam yoldan elə qaçırdı yəqin evdən qaçıb bilmirəm. Mən də götürdüm. Ne yaxşı, ne yaxşı. Siz həkimsiz? Dərd dinləyirsiniz. Dərd dinləyirəm bacı. Neçə dinləyirsiniz dərdi? Nə qarıram? Neçə dinləyirsiniz həkim bəy? Deyirəm ki, dərdi neçə dinləyirsiniz? Burada yazıb dinləyirəm. Yox bacı, belə deyim, qiymət demirəm. Əvvəl elə ki dinləyirəm, naçal yazırsa dinləyirəm. Sonra o dərdi deyəndən sonra təxmini qiymət çıxardıram o uyğun. Dərdiniz var? Ay, mən də danışmaq istəyirəm. Danış. Mən sizə danışmaq istəyirəm köhnə sevgilim haqqında. Bir dəqiqə bacı, dərdinizi elə danışmıyın. Mən, bunsuz məndə olmur da baba. Patron, bir dəqiqə. Danışın bacı. Həkim bəy, Bəli. bu yaxında sevdiyim oğlanla ayrılmışam. Nəşə? Bilirsiniz, mən ona çox qeyri-adi tanış olmuşdum. Təxmini bilirəm, danış gəl. Hə? Amma mən sizə yenə də ətraflı danışım. Danışın. Bilirsiniz necə olmuşdu? Belə gecə idi, təqribi 3-4 belə. Mən də yolun kənarında gedirdim belə özüm üçün. Bir dənə maşın saxladı. Həkim bəy, çox qəşəng, bahalı. Oradakı oğlan yol soruşdu yəni. Heç nə demədi. Mən də ona çox vuruldum. Çox qəşəng idi, yaraşıqlıydı. Təxmini bildim bacı. Amma sənə deyim, o maşının da böyük rolu olub ha, tanışdığınızda. Yox, çox yaraşıqlıydı, çox qəşəng idi, belə krasavçıq. O mənə dedi ki, gəl otur maşına. Mən dedim ki, oturmayacağam. O dedi ki, yox oturacaqsan. Mən dedim ki, ölərəm, oturmaram. Əcəb eləmişəm, belə olmazdı. Qız evi, naz evi olmalıdır həmişə. Danışın, sonra nə oldu? O dedi, mən dedim, tuda, suda. Bir də səhər açıldı. Mən ona qəşəng bir dənə pomidor yumurta pişirdim. Bildiğin bacı, bu tuda suda deyirsən, bu dərdi danışmırsan, tuda suda ilə bilmirəm axı nə oldu, nə olmadı. Amma bilirsən, həkim bəy, danışaram. Dinləyin, yaxşı dinləyin. Mən dərdimi dinləyin. O mənim pomidor yumurtamı bəyənmədi. Mən də ona dalaşdım, çıxdım o evdən. Həm də ki, hava çox soyuq idi, mən xəstələndim. Getdim evə, özümə zorla gəldim, dərman içdim. Amma növbəti gün Instagramdan məndə bir dənə qəşəng oğlan yazdı. Dedi ki, xanım sizi çox bəyənirəm, gəlin görüşək. Mən də təzə ayrılmış adam, əlimə adam düşdü də, fürsət düşdü, acığım ondan çıxım. Halal olsun bacı, nə hayırdın ki? Heç nə bilirsiniz neynədim? Qəbələ yolunda maşını saxlatdırdım, duday suda. Çıxdım maşına, bir də təpiyi vurdum, çıxdım getdim. Halal olsun bacı. Niyə bax, qəbələyə nə tez getdin, çıxdınız? Amma gəl də deyirəm, sən tuda suda tutan verəm, sən tuda suda. Həkim bəy, baxın görsün, yenə zəngirişini eləyir. Bir də, Gör nə deyir. Bir verin. Bu kırvetka, buna bak kırvetka. 15 manatlıq kırvetka. Yazıq. Bu getdi bu. Bacı, tuda suda. O simyeni oxşayır, bunun yerişinə bax. Siz heç narahat olmayın. Ürəyiniz kim istəyir, sizin toyunuza dəvət edə bilərik. İstəsəz xana yaxtda təşkil edə bilərik. Bizim toylarımızdan heç bir gəlin indiyə qədər vazvırat olunmayıb. Uzağı Lalə Azərtaşın verilişinə gedə bilərlər, onda da mülk üstündə. Yəni istəyəni gətirə bilərsiniz. Niyə gətirmir? Elə bir əlaqəniz var. Niyə yoxdur ki? Hörmət qoyaq, hörmət görək qadınam. İstəyəm bu dəqiqə Namiq Qaraçuxuluya çıxım, gəlsin Murad. Özə bu dəqiqə Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyir. Orada nə işləyir? Orada elə bir çelezmahını, qarın yağmağını xəbər verir də orada. Yenə qış gəldi qonaq, yenə yanmır bir ocaq, yenə bumbuzdu otaq, yenə ruhum donacaq. Deyirlər qar yağacaq, deyirlər qar yağacaq. Qəşəngdir. Onu bura çağıra bilərsiniz. Niyə çağırmırıq ki? Əlimizdə deyil. Bu dəqiqə sən alı deyim Namiqə, bir də üzr sayım. Başqa bir dənə söyləmə də qadın. Yamkan ağa sən qadın alım. Söz deyirəm, sən də boşluqdur, sabahda bir şeyin gördün. Yarış itinin balacası. Hindişkanın ağ eti. Bir de gözü çek gelirmeye gözle. Alo, uzman kılman hozu eşidir bəli. Ne tel? Gebz olmuşsunuz. Ay kardeş, Ayşe'ye kurban olum. Oradan çık, sonra mezeyim burada. Yo, ben yerinde müdahale edebilmem. Başıma dönerim, səhv salma kimdense. Oldu, sağ ol. Deyirəm, mən sənin qədrini nətər bilməmişəm. Yaxşı ki, sən bu günləri bizim evə su filtrini satmağa gəldin. Oqtay, sən o vaxt yoxa çıxmışdın. Buna görə də özünü bağışlatmalısan. Selamünaleyküm Oqtay müəllim, nətərsiniz? Gəlin bacıdır. Bir də, hara özünü sokursan? Salam, nətər? Mığla da görüş nətərdir? Bu nə diyor?
Bu gəlin bacı doktor Məlim. Ay deyirəm yox da yox. Hara tələsirsən sən hamıya gəlin bacı deməyə? Mən belə vecimə deyil, heç sən lap gəlin bacı deyinə. Mən sənə görə deyirəm. Qıraqdaçıdır. Bildim qıraqdaşı gəlin bacıdır. Oktay Məlim, 20 mat ver. Bu iti verim sənə, apar ver gəlin bacıya. Nə 20 mat? Mən buraya niyə pul verim? Nə deyir bu? Sən bir dəqiqə. Ayca. Niyə adı boy verdin üzümə? Ad boy nədir? Set getdi. Təsadüfən set qırıldı. Yoxsa mən sənə ad boy... Salam neyləyəcəm gəlin bacı. İç sizə salam deyir. Dinən ham. Gəlin bacı boy verim sənə. Ayda, Oktay nə qəşəng itdi. Kaş mənim olardı. Kaş nədir? Elə bu iti sən almışam da mən, ha? Sən bir dənə konum yolla, iti gətirirəm sənə. Yaxşı. Tamam. Mənə bax. Nədir o? Kərtən gələni verirsən mənə. Gələ 20 manat. Bu nədir? 20 manata demədir, 20 manata satıram. 20 manata it var. Nə danışsan sən? 20 manat. Sən demədin, biraz əvvəlki 20 manata satıram. O vaxt idi. O vaxt, Samet vaxtı. Sən o vaxtla bu vaxtı səhv salmaya. O vaxtı ətin kilosu kişirvan idi. Yağ 40 köpük idi. Bunun bir dəqiqə 250 manat qiyməti var. Sən sözünü elə sıx ki, mən oradan bura Sovet vaxtında 90'lardan gəlmiş, hə? Dövr dəyişimi, zamanə. Yaxşı görmək ki, yaxşı görüm. Gəl 200 manatını. Sən elə xasiyyətin budur, gələ. Neft kimi şeydir, hər yerə qalxır. Qalxır da neftin Amerika hər raket atanda bunun qiyməti qalxır. Şirin, mən səni tayin döyürəm. Mən Yaponiyada işləyirdim, gücüm. Bir günlər direktor çağırdı mənim yanına ki, sənə qoyuruq rəhbər. Yığdı bütün milləti, Yapon dilində mənə təriflədik. Bu nə danışdara sara? Ala onu çeviri bizim kanala. Nə kanal? Allah hə, kanal. Mən o vaxtda babamın bomba kanalı var. Bu başda bir şeylər var ha. Hamısını babam gətirib. Bu kişdala eşitsən, gəl səni düzəldim Soundra şirkətində işlə də. Nə lazım o? Birinci taksi sertifikatı, ikincisi ki çoxlu əhvalat bilməlisən. Sən də əhvalat bilirsən də nə qədər. Sənin problem olmaz. Başqa? Başqa sənə deyim də əsas şərtlərini. Deməli, Soundra şirkəti ayda 1000 manatdan çox maaş verir, 300 manat bonus verir. Bütün xərcləri şirkət öz boynuna götürür və sənə bir dənə belə lüks maşın verir. Mən bir dəfə başarılı olmasın. Yaponiyada taksiyə mindim. Sürücü də qızı idi. Hələ maşına oturan kimi dedi ki, nömrə olar. Atam, Yaponiyada günəş başqa ölkələrdən əvvəl çıxır. Sənə də bu küləyin günəşdən də əvvəl əsir, biləsən. Baş sponsor Soundride. Deyinən deyirəm, amma qabağı göydədir, normaldir da. Ay canay, söz avtomat qarıfqadır yalı. Ay qaqa, bunun yayda konserine qoşursan, qışda da qızdırırsın. Eşidirsən, özdə 174 at gücüdür. Deyirəm, bundan bir dənə səndə olsa, heç bir qız səni yox deməz alır. Canan var, deyirəm. Qaqa, bundan ətli yox, bundan dönək gəlir, dönək. Bunun gəlin maşını eləyəsən, qaqa. Allah'a da, söyləydi. Baban sən, gəlin maşını. Abala, çəkilin traktörün qabağından işimizi görək də. İmkan ver, xəyallar quraq da. New Holland, daha xəyal deyil. Prior leasingdən sərfəli şərtlərlə almaq olur. Gedin alın, tüm bu saydıqlarınız real olsun. Aynen, bomba. Xüsusi sponsor New Holland traktorları. Yeğen, zolaqlı zebra darıxıb sənin üçün. Darıxmısan, dur gəl bizə. Sənə qəşəng toyuq qızartmışam. Nə? Toyuq? Gəlləm. Oktay, hara gedirsən? Sənə heç bir kimyəvi qatqısı olmayan soyuq sıxın patron yağında qəşəng bir dənə toyuq qızartmışam. Gəl mətbəxə, ye sonra gedərsən. Gəl. Bu ne yaman seçim karşısında kalmaktı. O da toyuq, bu da toyuq. O da kadın, bu da kadın. Bir dakika. Deyik olsun. Alo, nene var, sen o toyuğu hansıya da kızartmışsan? O da yak, bu da yak. Yak, ben gelmirəm, hadi boy. Patron yağını koyup senin yanına, ne yanına? Xüsusi sponsor Patron tumları. Şirin. Hə, mama. Mama qurban, evə gec gələcəksən yoxsa tez? Nədir, qorxursan evə oğru girər? Narahat olun, mən qapının ağzına yazıb vurmuşam ki, bu evdə çox apaslı adam yaşayır, heç kim gələndə. Nə qorxmağı, deyirəm gələndə 2 kletka plus overall gətir.
Amma cəmaatın arasındakı bir qarında 2 dənə çörək alsan, plus over istəyirsən? Ay oğlum, neyini müştərilər istəyir də? Bir kasa küftənin yanında bir plus over set düzəltmişəm. Dünən başa düşmüşəm ki, cəmaat mənim küftəmə görə yox, plus overə görə gəlirmiş. Onda sən də kafenin adını dəyiş də. Hə? Mətüşün küftəsini sil deyil, yaz Mətüşün plus overi. Əla. Xüsusi sponsor Plus Over. Amir bari yox da deyirəm, bu gün evdən bayıra çıxmaq istəmirəm. Nə restoran? Demirəm də istəmirəm. İnanmırsan sən mənə, Amir bari. Evdən bayıra çıxmaq istəmirəm. Yaxşı oldu. Gördüyüm mənədir. Bütün günü 5 dəqiqədən bir zırt. Mən nətər edim ki, mənə zəng eləməsin? Yolunu deyə də mənə. 105 manat xərci var. 105 manat mı? 100 manat sənə ideya verdiyimə görə mənə düşür. 5 manatlıq da patron tumu alırsan, qoyursan Mirvarinin qabağına. Mirvari də bütün günü o patron tumundan çıplayır, sən heç onun yadına düşmürsən. Bu ideya mənim elə öz ağlıma gəlib də. Evdə də patron tumları paçka alıb qoymuşam ki, bir dənə qalıb o patron tumlarını stolun üstünə qoyum ki, Mirvari onu görüb çıtlasın. Sənə 100 manat niyə verirəm ki? Pulum cibimdə qalar. Elə oldu. De görüm, bax bu qız kimdir, dünən sənin yanındaydı, hə? Bax bu qız. Mən tanıyanmadım. Kim idi bu? Ay, sağ ol. Heç mən özüm də tanımadım. Get. Götür telefonu da get. Xüsusi sponsor Patron Tumları. Hala qazan, bu da sən Namik Qaraçuxurlu bir dənə aloya buradadır. Bu nədir? Belə namik olur. Siz məni axmaq yerində qoymusunuz. Siz bura kimi gətirmisiniz? Bu namik deyil axı. Necə yəni namik deyil? İnanmırsan, zajqalka ilə yandır, yoxla. Təmiz namikdir. Nətər yan Namik deyil, qazan? Qara sənin adın nədir? Namik. Harda qalırsan? Qaraçuxurda. Sən bir dənə rəvayətdən zaddan nə deyirsən, liqrovka eləyək istiyordun, ha? Hə, bura bax, dolamsız məni. Bu namikin özü deyil axı. Necə yəni özü deyil? Görmürsüz? Gedin işinizlə məşğul olun. Sən üst başına baxanda bilirsən ki, sən fırıldaqçısan. Bu dəlidir. Hardan tapırsan onu? Mən nağam qazan deyil, getdim yağmalı gətirmək. Hanı yal o Şirin, hanı o Şirin. Şirin hanı? Qaqa Şirin yoxdur, əlimizdə Namik var. İstəyirsən onu təşkil eləyək. Namik nədir? Yalla Namik Şirin, Şirin hanı, Şirin. Şirin hanı iti uğrayıb, əlində sübutlar da var. Kamerada görmüşəm. Hanı o, hardadır o? Bu nə evdə alıb? 90-cı illər... Xala, bu evi əti şeylə, talonla alırsınız siz? Nə deyirsən, sən? Birincisi səsinin tonunu aşağı sal. Belə riski giribsən içəri. İkincisi də ağıllı ol, yaxşımı? Dəlisən? Ay oğlan, başın hara gedib? Dəli olmusan, deyirəm. Mən məktəbdə əlaçı olmuşam. IELTS-im 8,5-dir. Magistri Belçikada oxumuşam, masteri də Yaponiyada. Başa düşdün ala məni? İndi sən mənə deyirsən ki, mən ağıllı olum. Belə təşrif eləyirdim, yəni olmaya da bilərsən öz şimdi. Nəysə, Ayşirinin maması Dəli. oğluma dinən ki, onu harda tutsam, ona bəlkə əziyyət verəcəm. Hünərim var, mənim oğlumun başından bir dənə tük əsrik olsun. Sən kamalsan, camalsan, nesən bilmirəm. Belə hara baxırsan, ortalıqdan sən çıxırsan. Bütün işlərimizə sən pəl qoyursan. O Namik Qaraçuxurlunun rəvayətindəki qəbrə gedən qız var ha. O qız olarsan. İndi çıx get buradan. Özü mənim evimi bəyənmirsən sən. Nə olub mənim evimə? Antik var, 1 milyon qiymət var. Çıx get buradan cəhənnəm ol. Tez ol. Gözüm görməsin səni. Yeri get. Yeri. O şey, Embrazers naxırın oldu. Sən həmən Namik döyüb. Hadi get. Buna bax. Hələ mənim evimi bəyənmir. Buna bax. Ay, mən bu zırqızı nə tərəfdən çıxartmışam. Elə bir Newcastle-dan oynayırsan, 6-0 udursan, 90 plusda topu sənə verirlər, sən də götürüb vurursan qırağa Oktay. Bütün stadionda qışqırar, nə qışqırar. Oktay, çox sağ ol. Necə şirin məstandı. Çox. Mən də şirinləməsin də. Mən də qəribəyəm ya. Gör hardan Moldovaya qızla tanış oluram, hədiyyə yollayıram. Buradan bura 2 metrlik qol vuramıram. Bu indi mənimdir. Adı nədir bunun? Adı şey qoydular da, Alabaş. Alabaş nədir? Bu çoban itizatdır. Bunun adı olsun Bambi. Olsun da olsun. İnşallah Oktay olsun. Elə bəlkə gidiyor oturarız, kafə içək.
Yox, hələ səni tam bağışlamamışam. Niyə? İllər əvvəl də getdiyi restoranda oturduq, sonra yoxa çıxdım. Gələ sənə tam güvənim, tanıyım sonra. Mən bax sənə elə ona görə bura çağırmışam da. Bax bu New Holland traktorudur. Bu mənim elə bir vizit kartımdır. Təsəvvür et ki, bir dənə bu traktorla mən günə 400-500 manat pul qazanıram. Bundan da neçə dənədir. Doğrudan. Onda gedək axşam restoranda oturub kofe içək. Gəl oldu iti, get hazırlaş. Yaxşı. Gələcəm. Ay. Deyirəm, yaxşı ki, bu Prior Leasing'in köhnəni gətir təzəni apar kampaniyası var. Mən də təzələdim, dəyişdirdim traktorumu. Hələ bununla aparacam onu restorana. Nə olub ki, gül kimi traktordur. Valla bu hardadır, bu hara getdi, bu it. Valla bu hardadır. Hiss eləmə, əslində itin iyi gəlir hardansa. Yox, başqası. Hala bu it hara gedib ala, harda da la bala. Nə bilim ala. Bəlkə belə yeməyimdi ya. Ala? Ala deyəsən eşitdi ala, mənə cavab gəldi ala deyə. Mənim gəlir səsi. Sabaka! Hop! 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 İtami. Hala mən nə bilim hani? Ayaqda səsi yarar. Ay gizməliydim hürən. Özə mənə bax, mən həm hürürəm, mən də tişləyirəm, tişləyə bilərəm ha sən ya. Gəl, tişləyir bu. Allah, mən giz adamam, mən giz eləməz. Ver o iti mənə, kamerada görmüşəm ki, sən götürmüsən iti. Hansı kamerada görmüsən? Hansında otururdun, hə? Hala yox, sən oturmazsan, yatarsan kamerada. Allah, nə yatmaq, Allah, itin yerini bir dənə dinlən mənə, hə? Valla it yoxdur çıxası. Onu tapma pay verəcəm Reyhana. Deyəcəm Kamal itirmişdim, mən tapdım, gətirdim. Necə qaçıb bala? Hala sen vapşı tanıyorsun sen bak bu. Dayan boşuna dayan. Ne olur size? Ne olur Kadir? Ne olur boşuna? Ne olur? Ne üstünde dalaşırsın? Niye Asfalt üstünde dalaşırıq. Nə üstünde dalaşırıq? Əmi it üstündə dava edirik. Əmi, mənim sevgilimin itini götürüb oğurlayıb bu. Necə itdi? Nə itdi? Əmi, göstərəcəm biz itdi. Mənim sevgilimin itini oğurlayıb. Hə, onsuz dava edirik. Bax it belədir. Bax bu it. Ay bala, bu itdən çoxdur. Hamısı da bir-birinə oxşuyur. Gedin bir dənəsini alın, aparın, verin də. Yo. Daha eyni şey deyəndə ki... Necə eyni şeydir? Hamısı bir-birinə oxşuyur qardaşım. Başına dönün. Başıma dönün, bilirəm, oxşuyur. Amma mən sevgilimi aladan mənəm. Yo. Bu it olmalıdır, eminə bu it. Hə, yığır. Allah, varikozum götürmüşəm, gətirirəm indi. Hə, gələm. Hər deyəm, qucağımdadır. Gəl. Allah, mən neyniyəcəm ala? Ay Oktay, qapı qarşısındakı bu təhlükəli vəziyyət nədir? Burak Kaxalski lazımdır ki, qapının qarşısındakı təhlükəni aradan qaldırsın. Nə yaxşı gəlmirsən. Bizim qapıda nəcəbə yer, belə evə gəlməyin pis deyil, yaxşıdır. Amma bu evə yox da, odur evə. Əyə salmısan məni. Bu it oğurluq uymuş, Hər yerdə şəkilləri var, axtarışdadır. Doğrudan axtarışdadır.
Axtarışdasan sən. Belə işin varsa, get təslim ol, sokunu çək, sonra qayıt gəl Gülhənin yanına da. Əyə salmısan məni sən? Mən də elə bilirəm, məni almısan, aparmışam itə grooming elətdirmişəm. Oğlum, həbədə. Bir də mənim üzümü görməyəcəksən. İt oğrusu, tut bunu. Sən canı getmə. Nə yaxşı getdi, ay təhlükə aradan çıxdı. Papa, nəsə olub? Bu nədir? Lili! Lili! Nə tez gətiriblər bunu? Tərtəmiz eləyiblər. Ay yolu! Sən neynəsən burada, hə? Burada nə baş ver? Nə olub? Nə olub? İt itirdim. Şirin oğradı iti. Oğradı? Ne olub bala, nəyə gəlmisən bura? Ha? Reyhan'a yalvarmağa. Seriozum, buna inanma. Sen emanet elədiyin şeyi bu itirdi. Ama ben getdim tapdım bak. Şirin, sən nə məzələnirsən? İt 2 saatda evdədir. Marikozum, olar mən sənin itin olum. Bax, gəl, mən gələcəyəm. Bax, gəl. Bu çişdi çalıb. Ay şişsən, itimi ver bura. Deməli, sən mənim itimi itirirsən, sən də başqa it tapıb gətirib məni aldırsan. Ayıb olsun sizə. Düz deyir, dala ayıp olsun. Ayıp diye la, ayıp diye la. Bir de... Reaksiyon da var ya la. Verdi itimi. Diyen de sen oğlum, ben vereceğim de. Olmazsa bu arı bütünden. Arada bunu yemeği zat ver de. Deli it var ama. Gel.